Hamıya salam, mən Tofiq. Bugün Hackthebox platformunda olan Certified adlı Windows Box-un write-up'ına baxacağıq. Rycraft tərəfindən hazırlanmış bu box medium difficulty ilə dəyərləndirilir və Rycraft bizə bir ədəd credential da verib. Elə isə gəlin box'un həllinə keçək. Təbii ki, ilk öncə Mmap scan ilə başlayırıq. Mən burada minimum rate optionunu 10.000-ə bərabər edərək paketləri çox daha sürətli göndərirəm və oyun option ilə də bunu port.txt faylına yazıram. Bunu daha əvvəl etdiyim üçün artıq etmirəm. Sadəcə faylın içərisini oxuyuram. Scan nəticələrindən göründüyü kimi DNS, Kerberos, LDAP, LDAP SSL portları açıqdır. Bu da bizə qarşımıza bir ədəd domain controller olduğunu söyləyir. Mən ilkin olaraq məsələn netexecdən istifadə edərək maşının hostname və machine name haqqında məlumat almaq üçün netexec komandasının nəticəsindən görürsünüz box, yəni machine name budur, onun aid olduğu domain budur və bundan sonra siz bunu öz host faylınıza əlavə edirsiniz. Daha sonra məsələn bizə verilən credential haqqında, credentialın vəlid olub olmadığını görə bilərik. Qarşımızda server 2019 var. SMB signing true'dur, SMB version 1 false'dur. Bunlar default nəticələrdir. Burada siz müxtəlif metodlar yoxlaya bilərsiniz, şeirlərə baxa bilərsiniz. Amma mən əlimdə valid credential olduğu üçün birbaşa Bloodhound-dan istifadə edirəm. Burada mən domain name'i vermişəm. Bizə verilən credential, name server, təbii ki IP-sini yazmışıq. -c collection et, yəni nəyi collection etsin, hansı məlumatları bizə gətirsin. All demişəm və sonunda da -zip. Mən bu komandanı daha əvvəl işə saldığım üçün artıq işə salmıram. Bloodhound bizə maraqlı nəticələr göstərir. Biz Judith Mader'dan başlayaraq CA operatora qədər bir permissionlar zənciri var deyək. Gəlin bu permissionlar zəncirini addım-addım açıqlayaq. Judith Mader'ın, yəni bizim management qrupuna right owner permissionımız var və Bloodhound'un funksiyalarından biri bizə hər bir permission necə exploit olunur onu göstərir ya da bu zəiflikdən necə istifadə olunur onu göstərir. Məsələn Windows abuse, Windows tərəfdən necə bunu siz istifadə edə bilərsiniz və Linux tərəfdən necə istifadə edə bilərsiniz onu göstərir. Spectre Ops'un öz dokumentasiyalarını oxuyaraq daha ətraflı və detallı məlumat ala bilərsiniz. Məsələn burada right owner'in nə olduğunu söyləyir bizə. Right owner o deməkdir ki, biz management qrupunun owner'ini dəyişə bilərik deməkdir. Burada biz Linux tərəfdən abuse edəcəyik, çünki Windows'da bir shell aksesimiz yoxdur. Owner edit, yəni impaketdən istifadə edir. Owner'ını özümüz olaraq dəyişirik. Sonra Dockle editdən istifadə edərək həmin qrupa right aksesi veririk. Yəni daha doğrusu bizim, yəni Judith Mader'a management qrupu üzərində right aksesi veririk. Bunu etməyimizin səbəbi təbii ki, özümüzü bu qrupa əlavə etməkdir. Özümüzü bu qrupa əlavə etmək üçün isə netrpc-dən istifadə edib. Bundan sonra generic write permission var. Management qrupunun management SVC üzərində. Bunu da bizə necə abuse edə bilərik göstərir. Targeted Kerberos yolu ilə yaxud Shadow Credential yolu ilə. Gəlin hər iki metodun nə olduğunu açıqlayım sizə. Targeted Kerberos tool ilə biz məsələn management SVC userini Kerberostable edə bilərik və Kerberostable etdikdən sonra onun hashini asanlıqla əldə edə bilərik. Lakin bu metodda bir cür sıxıntı var. Siz onun hashini alırsınız, parolunu yox. Yəni ümid etməlisiniz ki, o hashi qıra biləsiniz. Məsələn, RocketX'dən istifadə edirsinizsə, management SVC useri də çox güclü parol istifadə edirsə, bu yol sizə yaramayacaq. Digər yol isə daha dəqiq və təhlükəsiz bir variantdır. Amma bunun da işə salmaq üçün deyək, həmin
environmentda bir ədəd ADCS server olmalıdır. Yəni sertifikat serveri olmalıdır. Bu metod daha təhlükəsiz, daha səssiz metoddur deyək. Bu PyWhisker ilə biz atak edəcəyimiz deyək userə certificate based authentication icazəsi verilir. Yəni onun sertifikat ilə autentifikasiya edə bilsin deyirik. Bundan sonra onun sertifikatından istifadə edərək ondan daha doğrusu Kerberos'dan bilet ala bilərik, cache faylını və NTLM hash'ını ala bilərik. Gördüyümüz kimi Judith Media'dan başlayaraq artıq biz management SVC userini, yəni nəzəri olaraq ən azından ələ keçirmişik. Management SVC userinin də CA operator üzərində generic all permission'ı var. Generic all permission'ı isə yenə help'dan baxa bilərik. Full control deməkdir. Yəni bu management SVC'nin CA operator üzərində full control var. Bunu Windows tərəfdən necə abuse eləyə bilərsiniz var və Linux tərəfdən. Linux tərəfdə targeted Kerberos yenə öz yerində. Force change password var. Təbii ki, əgər full kontrolu varsa onun parolunu dəyişmək də var. Amma biz bu metodu istifadə etməyəcəyik. Çox daha təhlükəsiz bir variant olan Shadow Credential'dan istifadə edəcəyik. Bunun da məqsədi useri narahat etmirik, səssizdə ələ keçiririk. Bu qədər nəzəri olaraq məlumat verdikdən sonra gəlin artıq praktik olaraq bunları biz necə edirik onu göstərim. Dediyimiz kimi ilk öncə management SVC qrupunun ownerini dəyişməliyik. Bunun üçün mən impachet owner editdən istifadə edirəm. Komanda olduqca sadədir. Action deyirik write, new owner kimdir? Biz targetimiz management qrupu və bizim credentialımız. Komandanın nəticəsi owner seed modify successful deyir. Bundan sonra yenə impachetdən təmizləyək. İstifadə edərək daxil editdən Judith Media userinə management qrupu üzərində write permission veririk. Bu cür uzun komandalar sizi qorxutmasın. Bunların hamısını məsələn Bloodhound-un help hissəsində tapa bilərsiniz. Gördüyümüz kimi daxil modify successful deyir. Bu deməkdir ki, biz artıq özümüzü management qrupuna əlavə edə bilərik. Yoxlayaq. Bu komanda bizə bir output verməyəcək. Amma biz özümüzü artıq management qrupunda kimi apara bilərik ki, elə onsuz da. Yenə Bloodhound-a yenidən qayıdaq, xatırlamaq üçün nə edəcəyik? Biz management qrupunun üzvüyük və management SVC üzərində generic write permission'ımız var. Dediyim kimi Shadow Credential metodundan istifadə edəcəyik. Mənim burada sizə tövsiyəm virtual environment'dan istifadə etməyinizdir. Bu tool'u adi olaraq qurub istifadə etdikdə mən segmentation fail ya da faulty deyəsən o xətanı alırdım. Bu tip xətaları adətən Python'da virtual environment quraraq həll edə bilərsiniz. İstifadə edəcəyimiz tool PyWhisker idi. Burada biz həmin userə sadəcə certificate based authentication icazəsi permission veririk. Gördüyümüz kimi bizə bir ədəd sertifikat və bir ədəd sertifikatın passwordunu verdi. Biz bundan istifadə edərək gördüyümüz kimi burada bizə deyir TGT can be obtained with pkinit tools ilə biz həmin sertifikatdan istifadə edərək Kerberos bilet ala bilərik. Burada pfx pass yerinə bizə verdiyi parolu və cert pfx yerinə də bizə verdiyi faylı yazırıq. Bundan sonra DCIP olduğu kimi qalır və bizə verəcəyi biletin adını yazırıq bura. Hər şey doğru görünür. Enter edirik. This clock skew is too great deyir. Bu xətanı ala bilərsiniz. Bu xətanın səbəbi bizə deyir ki, sənin DC ilə saat fərqin çoxdur. Bunu əldə etmək üçün sudo rdate -n və
domain controller'ın IP-sini yazırıq və komandanı yenidən işə salırıq. Save TGT file deyir və bizə bir ədəd key verir. Biz bu keydən istifadə edərək NT hash-i ala bilərik. Bunun üçün ilk öncə biz export edirik həmin bizə verdiyi bileti. Biletin adını management SVC olaraq qeyd etmişdik. Ardından ekranı təmizləyək. Key hissəsinə də bizə verdiyi key yazırıq. IP və digər management SVC userin adı olduğu kimi qalır. Burada dediyim istifadəmiz pk init tools get nt hash. Bizə yenə eyni xətanı verir. Belə xətalar almaq mümkündür. Sadəcə bu komandanı işə salırsınız və recovered nt hash deyir. Yəni biz management SVC userinin hash'ini aldıq. Yenidən balkonda qaydaq. Artıq bu addımdayıq. Bundan sonra bizim generic olumuz var. CA operatora qarşı. Dediyim kimi parolu da dəyişə bilərsiniz. Amma mən bu metoddan istifadə etmirəm. Səbəbini də sizə açıqlamışdım. Burada biraz əvvəl istifadə etdiyimiz metodu yenidən istifadə edirik. Python, py-vscr edirik, domain name, username, hash-i, targetimiz budur, action add. Komandamız uğurla nəticələndi. Bizə yenə bir pfx faylının passwordunu, bir ədəd pfx faylı verdi. Bundan sonra yenə get pk initdən istifadə edirik. Sadəcə burada pfx pass yerini IP-miz hansı user istəyirik o və onun tgt faylını, cache faylını nə cür yazsın deyirik. Enter-ə basırıq. Client did not find in Kerberos database adını düzgün yazmaq önəmlidir. Bu dəfə cache faylımızı export edirik. Sonra NTLM hash almaq üçün isə bizə verdiyi key yazırıq. Sonra enter. Eyni xəta. Və budur. CA operator üzerinin də hash'ini ələ keçirdik. Burada əgər biz CA operator userini ələ keçirmişiksə, Certify toolundan istifadə edərək hansı vulnerable sertifikatlar var, onları yoxlayırıq. Mən burada std out və vulnerable optionlarını verərək bunu bir faylın içərisinə yazma, mənə birbaşa output olaraq hansı sertifikatlar vulnerable'dır, onları göstər demişəm. Bizə bir ədəd ESC9 zəifliyinə malik sertifikat göstərir. Onun haqqında məlumatı buradan ala bilərik. Template name Certified Authentication'dır və ESC9 zəifliyinə malikdir. Gəlin bu zəifliyin nə olduğunu açıqlayaq. Mən burada yenə Oliver Lyak'ın GitHub səhifəsində olan documentation'dan kömək alacağım. ESC9 boşluğunun ortaya çıxma səbəbindən danışaq. Burada CT flag non security extension flagı var. Bu nədir? Nə üçün lazımdır? Gəlin bunları açıqlayaq. Windows
belə deyək, sertifikatların təhlükəsizliyini artırmaq üçün sertifikat tələbində sertifikatı kim tələb edirsə, onun UPN-ə, adına, name-inə baxmır. Daha doğrusu, yəni burada məsələn may 2022-dəndir, bu artıq defaultdur. Onun SID-sinə baxır. Amma bu SID-sinə baxdığı zaman təbii ki, bunu birbaşa tətbiq edə bilməz. Registrdə strong certificate binding enforcement dəyəri var. Əgər bunu 0 olaraq təyin olunsa, SID-yə baxmır, birbaşa UPN-ə baxır, yaxud DNS name-inə. Əgər 1 olaraq təyin olunsa, hansı ki bizdə indi o cürdür, ilk olaraq SID-sinə və SID-sinə baxmaq mümkün deyilsə, UPN dəyərinə baxır, hansı ki bizdəki vəziyyət budur. ESC 9 zəifliyi buradan meydana gəlir. Enrollment fləqlərin içində no security extension fləqi var. Bu o deməkdir ki, əgər biz bu sertifikat üçün request göndərsək, bizim SID-imizə yox, UPN dəyərimizə baxacaq. Biz kimi CA operator. Burada yenidən platformda qayıtsaq, görürük ki, management SVC userinin generic all permissionu var CA operator üzərində. Bu generic all biz nə demişdik? Full control deməkdir. Əgər full kontrolumuz varsa, biz CA operator userinin UPN-i dəyişə bilərik. Və təbii ki, ağla gələn ilk UPN bizdə administrator olur. Əgər biz CA operator userinin UPN-i administrator olaraq dəyişsək, administrator olaraq sertifikat request-i göndərə bilərik və ondan istifadə edərək özümüzü administrator kimi apara bilərik. Bunun üçün mən yenə Certify toolundan istifadə edirəm. Ekranı təmizləyək. Bu arada Certify account update funksiyasından istifadə edirəm. Burada mən deyirəm management SVC useriyəm. Mənim hashim budur və dəyişmək istədiyim user isə budur. Successful update CA operator deyir bizə. İndi mən CA operator user ilə bir sertifikat request-i göndərəcəm. Gördüyümüz kimi username vermişik, hash vermişik, targetimizi vermişik, sertifikat authority-ni və template name-i vermişik. NetBIOS xətası almağımız normaldır. Əgər bu xətanı alırsınızsa, komandanı yenidən işə salın. Bizə administrator pfx faylını verdi. Bu deməkdir ki, biz administrator kimi autentifikasiya edə bilərik. Bundan əvvəl isə CA operator userinin UPN-ni yenidən əvvəlki hala qaytarmaq lazımdır. Gördüyümüz kimi successful updated CA operator deyir. Bunu yazdıqdan sonra yenidən komandamızı işə salırıq və administratorun gördüyümüz kimi hashini ələ keçirtdik. Bu nöqtədə inpaket sistemə integrator sistem olaraq qoşula bilərik. Gördüyümüz kimi qoyama edək və bu qədər artıq root.txt faylını oxuya bilərik. Videomuz bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.